Hamiyə salamlar, əziz dostlar. Bugün yenə əlbəttə ki, Car Simulator davam edirik. Car Simulator 2-də bugün yeni bir yeni bir deməyək də bugün yeni bir dənə maşın yığdıraq sizə. Bugün bu Toyota Cruiser'i yığdırıq dostlar. Artıq vaxtı gəldi. Bu maşını bugün yığdıraq sizlərlə bir yerdə. Amma onu yığdırmamışdan qabaq mən sizə bir şey göstərəcəm bu oyunda. Bu oyunda şu BMW X5'in bağlılığını mən sizə bir dənə göstərim. Bu BMW X5'e bir bug var. Onu göstəreyim başda mən sizə. Sonra ardından maşını yığdıracaq. Göstərim də sizə baxın. Hani məsələn indi qaradır. Mən məsələn bir dənə menü edeyim, sizə göstərim hər şeyi. Baxın. Birazdan o xəta hangidən gəlir? Xəta deyil, gəldi. Maşın büyükdən ağ rənginə dönür. Belə bir xəta var oyunda niyəsə. Deyim ki, niyə belə bir xəta var? Yəni mən də bilmirəm yəni. Abbas ağa bunu çəkib qoymuşdu. Mən də indidən bunu YouTube-a çəkib qoymaq istədim. Yəni YouTube-da dedim ki, hani bir dənə gəlsəm öyle baxın, nəsə bu xəta, nəsə deyəsən hamıda var. Hamıda var o. Hamıda var bu işlərdə. Nəsə o bug nə takibdir bilinmir vallah. Abi modifiyası da dur. Amma çox da modifiyə eləyənməmişdim dediyim kimi. Çünki şu an ola bilmədi heç nə. Amma modifiyələr niyə bütün gedir? Bugün bunu gəlin dostlar bir yığdıraq bu maşını. Biraz çünki zəifdir də. Və bu arada yeni bir güncəlləmə haqqında da sizə danışacağım. Yeni bir güncəlləmə haqqında bu arada. Yeni güncəlləmə abi yaxınlarda gəlməli olar. Səhv eləmirəmsə, yaxınlarda yeni bir güncəlləmə gələ bilər. Biz adam maşını bir yığdırmağa gəlib. Bu maşın biraz zəifdir deyim kimi. Az içimizdə bir yığdırmaq lazımdır deyək. Bu maşını gedək bir yığdıraq eləyək dostlar deyim kimi yəni. Biraz bu zəif idi. Vaxtki maşın qarşılaşdırmasında bu çox zəif çıxmışdı. Yığdıraq deyim mən də. Gah nə olacaq? Uzun zamandır maşın tam yığdırmamışdı o. Bizim için de biraz yaxşı oldu. Bir dənəcik bundan basacağım sadəcə ki, çox da istifadə eləməyəcəm. Bu nədir? Bunlara ehtiyac yoxdur, bunların yeniləri də gəlsə. Onların yeniləri çətin gələr, mən söyləyim yəni sizə. Peki, hadi demişim ki, rəngini dəyişməyim, rəngini də dəyişdirəcəm bu arada. Rəngini də dəyişdirməyə gedək bir dənə bunun. Allah, takla günü. Biraz gücləndi də bir. Biraz gücləndirməmizi eləyək bu maşını azca. Mavi eləyək bu səfər də. Qəşəng oldu bəlkə də. Elə də qoy qalsın.
Rəngi məncə qəşəng oldu. Bu rəngimiz də belə yaradı bu maşına. Uf, şu mavi rəngə bax. Yəni nə qəşəng, nə qəşəng oldu. Oba. Maşının görünüşünə bax ne. Bu arada mən bu arayüz yönürlərini biraz da dəyişdirim. Bu belə qalsın, bu artsın. Bunları ümumiyyətlə bağlayaq. Buradakiləri deyirəm ama. Bu 80% olsun deyək. Bu isə hani bu da 80 olsun. 80% belə görək oyunu qəşəng. Toza yerlərin yarısını tanıyıram da. Söküyə belə rahat. Belə çox rahatdır. Sayacı ilə belə çox qəşəngdir beləsi. Hani indi bir dənə top speed'ə baxaq görək bu maşının. Ay Allah, qavama baxmadım. Tövbə, qavama baxmadım. Estağfurullah. Biraz yavaş olaq. Ay. Neçə bastığından əmin ola bilmədim ki, Allah maşın sürüşdü. Of. Bu səfər bastıram yox, nə qədərdir hızı, nə qədər oldu? 277. Yani 277 hız var. Qəşəng oldu, o nə tərdə basır. Nə tərdə basır deyirəm. Tövbə estağfurullah, bağa girdi, tövbə. Maşını dənizə saldıq. Geçmiş olsun, hələ ki dənizə düşdü maşın. Video bayaq dənizə saldım. Elə bir heyecanlı olduq ki, maşın dənizə düşdü dostlar. Mavi rəngi çox qəşəng oldu yalnız bunun. Sağda saxlayasaydım ki, daha sağdan dəyişdirib maviyə keçək. Mavi bu şəkildə də belə yarayır bu maşına. Ya şöyle maciye yoxdur, maşın dayansa. Çox uzaqdır ama. Çox uzaqdayım. Bir dənə buranı işarələyək tez. Çünki işim var birazdan mənim. Bu maşın hər yerdən uçub keçə bilirmiş ha yani. Dediyim kimi yani qəribə bir hərəkətdir. Bomboş yolda da gəlib bu ağaca da vura bilirik deməli biz. Buralarda taslaq maslaq yoxdur ha deyəsən. Ya buralarda taslaq maslaq mən görmürəm, aşırısı yoxdur. Allah. Bu 2025 maşını. Yəni 2025'e çıxdı bu maşın.
Qəşəng də taxla attırdım maşına. Bu nə idi? 2025 maşınıdır yəni bu. Mən sizə söyləyim, bu 2025-in maşını. Əslində də güclüdür yəni. Benzinimiz də bu qədər. 231 dənə benzin bidonumuz var. Toza günlüklər bizə deyə verir onu müvəqqət olaraq. Ya da oranı eləməyək. Havdaş dayanıqlıq yarışını edeyim. Daha onu sıfırladım hələ ki. Havda dayanıqlıq yarışı var. Devam edeyim. Tamam, yerini bildim, hotladım. Yox, nə tədi yarışda. Hoppa. Allah, donma oyun, donma. Ay. Sonunda qazandım. Məncə bizim üçün çox gözəl idi bu maşını yığdırmaq. Yəni əminəm sizlər də bəyəndiniz. Bugünkü videonun sonu. İnşallah videonu bəyəndiniz. Tez-tez maşını da yığdıracaq, davam da eləyəcək. Sonraki videolarda görüşmək üzrə ümidi ilə. Sağ olun, var olun.